Sadə ədədlərlə bağlı belə bir suala baxaq. ABC sadə ədədlərdir. AB çıxılsın AC 23 olarsa, A üstəgəl B çıxılsın tapın. Burada görürük ki, ortaq bir A vurğu var. Onda A-nı mötərizə xaricinə çıxardaq. Alınar A vurulsun B çıx C bərabərdir 23. Göründüyü kimi burada A 23-ün bir böləndir. 23-ün hansı natural bölənləri var? 1 və 23. İndi A-mız sadə ədəd olduğuna görə biz 23-ü götürəcəyik. Yəni A bərabər 23. Burada A 23 olduqda B çıxılsın C-miz 1-ə bərabər olur. Yəni buradan B bərabər C üstəgəl 1. C və B sadə ədədlərdir. Deməli C ilə C üstəgəl 1 də sadə ədəddir. Ardıcıl sadə ədədlər. Hansı halda iki ardıcıl ədəd sadə ədəd ola bilir? Kiçik olan 2-yə, böyük olan 3-ə bərabər olduqda. Digər hallarda bu mümkün deyil. Çünki 1 2 olduqda bir ümumiyyətlə sadə ədəd deyil, nə də mürəkkəb ədəd deyil. 3 4, 4 5, 5 6. Bax bu kimi getdikdə bunların ikisindən biri mütləq cüt ədəd olur. Cüt ədəd də 2-dən fərqli olduqda heç vaxt sadə ədəd ola bilməz. Ona görə də C-miz 2-dir, B-miz də 3-dür. O zaman A üstəgəl B çıxılsın C ifadəmiz 23 üstəgəl 3 çıxılsın 2-yə, yəni 24-ə bərabər olur.